Kıyamet günü həqiqi həyatın nə olmasını biləcəkdir. Və məl həyatı dünya illə məta'ul hurur. Dünya hayatı ise aldatıcı bir, keçici bir emtiadan başka bir şey değil. وَلَدَّارُ الْآخِرَةُ لَهِيَ حَيَوَانٍ. Hakiki hayat ise ahiret diyarıdır. Kur'an-ı Kerim'e bak. Subhanallah. Hakiki hayat. Ona göre Subhanallah. Mümin düşünməməlidir. Mümin düşünməməlidir. Məndə o yoktu, bu yoktu. Səndə en büyüğü var. Hakiki hediye səndedir, sənin xəbərin yoktur. Sənin qəlbində daşıdığın bilsən nədir? Dünyasını değişmiş insanlar dünyaya qayıtsaydılar. Allah alem. Doğrusunu Allah bilir. Belki. Yani misal çekmeye cüret eləmirik. O zaman insan dərk eləyər ki, həqiqi hediye kime verilir? Tamam mı? Yani insan qəlbində elə bir şey daşıyor. Məsəl nurihi kemişkatin fiha misbah. Allah'ın nuru, qəlbindəki nuru bir misbaha benziyor. Yandile. Zeytun yağında olan bir lampaya benziyor. Allah. İmanı gösteriyor burada. Buradaki ikinci nur Allah Azze ve Celle'nin çektiği misal müminin qəlbindəki nurdur iman. Kendini de korumak lazımdır. O lampa var ya lampa. Bəli. O lampa his basır. Qaralır. Düzdür mü? Bəli. Onu qədim zamanda görərdiniz, eşidərdiniz. Onun içərisini parçayla, yumuşak parçayla bizdə marlı deyirlər indi. O ilə silərdilər. Əks halda işıq salmaz. Həmin o qaraltı, o hisslər imana gələn zərbələrdir. Maniyelərdir. Lambanı götürsən tərk olmuş əməllər kimidir. Kandil sönə bilər, iman sönə bilər. Gələn küləklər hər tərəfdən. Allah. Skvazniyak, hə?